Salam, kanalıma ve videoma hoş geldiniz. Ben Nuray Əlzadəyəm tanımayanlar üçün. Açıqlamadan da gördüyünüz kimi nə videosu çəkirəm? Halloween makyajı edirik. Edəcəyimiz Halloween makyajı da budur. Çox qarşıma çıxırdı belə makyajlar TikTokda falan. Dedim ki, niyə etməyim? Əslində biraz tərəddüdlüydüm bu videonu çəkməyə. Çünki məni belə əndrabadi bir makyajla görməyinizi heç istəmirəm. Amma dedim, etmək istəyirəm və izləyicilərim də məncə bunu bəyənəcək. Yəni, xoşunuza gələcəyindən əminəm. Ona görə videonu çox uzatmadan başlamaq istəyirəm. Bu arada bunu çıxaracağım. Biraz şey geyinmək istədim. Rəsmi görünsün. Yəni makyajla biraz uyuşsun deyə belə geyindim. Amma şu an isti bastı mən. Ona görə videoya çıxaracağım. Halloween belə ayın neçəsinə kimi davam edib bilmirəm. Yəni bizim ölkədə demək olar ki, heç vaxt keçirilməyib deyə. Mən yəni ümumiyyətlə heç maraqlanmıram belə şeylərlə ki, neçəsində başlayır, neçəsində bitir ona görə. Nəysə, qarşıma nə qədər makyaj düzmüşəm, öz makyajlarım və anamın makyajlarından tenləri falan götürmüşəm. Çünki məndə ten falan yoxdur və bu makyajda da istəyirəm biraz şit olsun. Çünki zaten orada da şitdir bir tərəfi. Elə bir üzümün yarısını makyaj edəcəm, yarısı boş qalacaq. Yanımızda güzgü, hər şey var. Belə bir şey də edə bilərsiniz ki, mən burada bu makyajı edərkən siz də orada bir Halloween makyajı edə bilərsiniz. Yəni bir-birimizə baxaraq vaxt keçər ən azından. Düz yoxdur. Neyse. Çəkərkən ən əylənəcəyim video desəm bu olacaq. Çünki bilirsiniz ki, mən makyaj etməyi çox sevirəm. Ehtiyacım olsa da olmasa da xoşum gəlir. Öncəliklə nəmləndirici vuracağım. Bilirsiniz ki, üzümüzə nəmləndirici vurmasaq, zaten mənim üzüm belə nəmli deyil, quru üzdür. Ona görə makyaj belə pis görünəcək, çat-çat görünəcək. Bol-bol vuracağım. Bu tərəf eləməsəm də makyajı yenə vurum yenə. Çox əylənəcəm mən deyəsəm bu videoda. Yəni ən sevdiyim şeydir yəni makyaj eləmək. Və ilk deneyimim olacaq. Çünki mən normalda heç vaxt Halloween makyajı etməmişəm. Bir ara bacım mənə etmişdi. O da makyaj kimi olmamışdı yəni. Dodağıma qıpqırmızı belə pomada falan sürtmüşdü. Vampir makyajı kimi bir şey eləmişdi mənə. O vaxtda da mənim çox həvəsim yox idi. Ona görə elə bir şeylər eləmirdim və buna görə də ilk belə makyaj edəcəm ilk dəfə. Əslində Halloween yox, fərqli belə gözündən yaş tökülən makyaj falan belə şeylər çox eləmişəm və video çəkib şəxsimdə saxlamışam. Onu heç vaxt paylaşmamışam. Amma yəni belə Halloween makyajı heç vaxt etməmişəm. Bu makyajın daha da gözəl versiyasını bu qızda görmüşdüm. Yəni xaricidir mən bilən və çox belə sadə eləyib, yəni çox belə şişirtməyib də, elə bir üzünü çox belə ağartmayıb və çox qəşəng görünür onda. Davamını da çəkmək istəyirəm. Yəni bəlkə bazar günü falan paylaşam, bilmirəm. Yəni davamında da bu makyaj edəcəm. Geyik deyirlər, amma bizim dildə nə idi? Bilmirəm. Nəsə çox qəşəngdir bu da. Bunun oxşarını bilirsiniz ki, şir makyajı, yox, pələng makyajı deyəsən. Onu da etmişdim. Sizinlə bir dəfə video çəkmişdim hətta. Onu silmişəm, artıq yoxdur. Niyə silmişsən desəz? Sual verməyin mənə. Sonra üzümüzə nə olduğunu bilmədiyim, amma üzümə yaxşı təsir edən bu şeyi də vuracağım. Xahiş edirəm, burada irad bildirməyin. Ay üzvə bunu vurma, ay üzvə onu vurma. Xahiş edirəm. Əsəblərim pozulur. Üzümü ayırmaqdan başlayacağım. Yəni, bu da Kariçnevi, o bayaq göstərdiyim qız Kariçnevi kayndaşına desən keçib. Ona görə mən də ondan keçəcəm. Yaxşı ki var və ucu itidir, ona görə rahat olacaq. Əslində normalda orijinalında qara xətt keçir və o qəşəng görünmür əslində. Ona görə belə başlayım da. Necə eləyəcəm? Keşi oldu aslında. Nə deyirsiniz? Burasını belki biraz aşağı doğru eləsəm geçəydi. Məncə bununla bir sponjla alaq. Biraz üzərindən belə. Alırım o. Ay bu tam alır. Nəysə, ümumilikdə xət belə görünür. Məncə çox sərqəli göründü. Onu sonradan belə kölgələşdirməyə çalışacağım. Biraz çətindir bu dəqiqə. Yəni, makyaj çantamızı açırıq. Makyajlarımızı tökürük. Ay, elə bizim pudram sındı. Yəni, pudram özü. Necə qorxdum. Şimdi keçid edirəm Tanaliniyə. Bilirsiniz ki, mən normalda Tanalinidən istifadə etməm və ya qapadıcı belə şeylər. Amma bu makyajda bu hissə tünd olmalıdır. Ona görə məcbur edəcəyik. Şöyle. Əlimizi qorxaq öyrəşdirməyək. Belə-belə dolu-dolu. Az olduqca yenə sürtürəm, amma yenə edirəm də. Okey. Bu qədər hələlik sürtdüm və yayırıq. Bu arada bunu əvvəldən ıslatmışam, nəmləndirmişəm. Quru etsə zaten üzünüzdə iğrənc duracaq ona görə. Şöyle.
çox az oldu. Ona görə yenə ikinci qatda sürtəcəm. İndi makyaj şey görünməyə başladı. Yəni fərqli rənglər görünür elə bil. Amma az olmuş kimi hiss edirəm mən də. Yenə də hələ pudralama falan var. O da rənglər dəyişəcək. Gözlərim yaşardı böyle. Sonunda da çatlaqlar eləyəcək üzümüzü. Porselen makyaj kimi bir şeydir bu. Neyse, ona görə çatlaqlar eləyəcək. O da makyajın sonunda edilir. Göz qapaqlarıma baxın, xət-xət qalır. Ona görə onları bir düzəldək. Pudralama işləmindəyik. Öncəliklə pudralama. Pudramız. Heç əlimizi qorxaq öyrəşdirmirik. Baking eləyəcək bu dəqiqə. Gedim nərmi savitqayla boyaları belə sildim. Çünki biraz keçmişdi o tərəflərə də makyaj eləyəndə. Bütün üzümü bəlkə pudralayım. Daha yaxşı olar. Ne diyorsunuz? Qocaldım Şaka yapıyorsun. Oh my god. Makyajın sonunda yine bu hissələri biraz siləcəm. Çünki yəni keçir istemsizcə. Bütün üzümü şöyle pudralayayım. Tam istədiyimi eləyə bilirəm bu dəqiqə. Qaşlarıma dəyməyi biraz rahat sayır mən ama həlledəyik onu da sonunda. Artıqlar götürürük. Konseptində isə bu hissəni ağ eləyirlər. Amma mən onu eləsəm çok pis olar. Yani hiç hoşum gelmez. Ne de ki siz beğenmezsiniz diye düşünüyorum. Öyle bir şey ömür boyu eləmirəm. Yani karşınıza öyle bir şeyden çıkmıyorum mesela. Her telefona sen çık. Beni hatırla. Sen bir yerlerde. Ben bir şehirde. Akşam olunca beni hatırla. Gözüm yaşarır. Dodağıma əvvəldən lip gloss vurmuşdum. Ona görə qırmızıda onu indi siləcəm. Çirkin oldu yenəsə. Deməli şəkildəki makyajda üz ağ olduğu üçün bu hissələrdə ten yoxdur. Yəni etməyib. Amma mən etmək istəyirəm. Çünki çox fərqli eləmək istəyirəm. Mən ağ eləmədim. Sən azından artıq bir şey eləyim ki, onun yerinə tutsun. Və bu paletdən istifadə edəcəm. Əslində bu da var. Amma bunun içində ki, karışdır, nə bilim. Bunu eləyim. Buradakiler zərlidir. Ona görə daha qəşəng qalar deyə düşünürəm. Ay, bunu qırmışam. Fırçam yoxdur. Peki bundan eləyim. Bu ucuyla belə sürtün belə. Olmaz. Yoxlamaqdan zərər gəlməz heç kimə. Bundan eləyim. Bu təmizdir ona görə. Bismillah. Çünki çox pis olmağından qorxuram. Mən tem olmağı bacarmıram. Neyse. Bacarmıram deyəndən sonra tem olmağı bacarmıram. Çok gülməli oldu ama heç nə olmaz. Deyirəm ki, biraz iç hissələrə də bu zərli tondan istifadə edeyim. Çok geçiş olar. Yo. Bir de bundan ayrıca TikTok videosu da çəkəcəm. Ona görə geçiş olmalıdır. Yani, öylesine bir şey eləmirik də. Trend paylaşacağım. Göz altlarıma tökülür. İndi də tuş vuracağım. Tuş. Sonra da liner çəkəcəm. Biraz shit makyaj edəcəm mən kısacası. Ay bu çok pis görünür elə biləm. Boş verin. Aşırı geçiş oldu. Yani bu makyajı bu göze de etsem yani. Düşünün de şu an ben makyajla alma makyajlarımı rahat görebilirsiniz yani. Karşı karşıya. Ya. Yani liner o kadar geçe çektim. Hələ bitmiş hal değil bu arada. Neyse bence teni vurmam çok yaxşı oldu. Yaxşı ki vurmuşam. Çok shit görünür ama bence çok yaxşı oldu. Şimdi ne kaldı? Dodağımız kaldı, highlighter kaldı ve allıq kaldı diye təxmin edirəm. Qaşım çox əsəblərimi pozmaya başladı. Okey. Dodağımı silirəm çünki dediyim kimi bununla qalmayacaq. Allığa keçirik. Bu allıq. Zaten başqa allığım yox. Peki bundan istifadə edək. Bu daha da belə rəng eləyər. Birinci bunu vurum, sonra onu vurum. Üst-üstə belə daha yapışıq qalacaqlar. Ay, qorxuram ki bu silinsin bir şey olsun. Biraz abartılı eləməliyəm. Fırçamanla. Evet. Şöyle yayırıq belə. Ay ben bu videonu çok beğendim. Böyle videoları çok çəkək. Güzgüdə görürəm çox pomidor oldu. Amma kamerada əsla bəlli deyil bu. Necə oldu? Yenə görünmür ki necə oldu deyəsiniz. Nəyə reaksiya verəsiniz. Çox görmürsünüz amma eləmişəm bir şeylər. Şimdi son olaraq dodaq qaldı. Ən riskli an. Yəni nəyə görə riskli deyirəm? Çünki dodaq pis olsa pisiyor da. Bitti. Makyajın bir önəmi qalmır dodaq pis olanda. Bu kardeşle istifadə edeceğim. Bu ikisi eyni şeydir. Prosta
Dediyim kimi risk eləyib qalından etmək istəmirəm. Açıq buna da edə bilərəm. Bu da çox qəşəng. Bu amma bəlli eləmir. Amma bundan da edə bilərəm soft görüntü. Bundan davam edək. Sizə də göstərməyə çalışın. Bu da mənə çətin olub. Okey. Çok geçiyor oldu. Ay köreliyorum, çok geçiyor oldu. Video kısalındı ama yani çok normaldi da ne kadar şey çekerdim ki. Son olarak highlighter. Highlighter dediğimde ten paletinin içinden bu star kızıl ton. Ben highlighter da sipariş etmişim. Onu da gelmeyini gözlüyorum yani. O da karandaş formasında da o da daha rahat olacak. Bence çok geçiyor oldu. Evet geçiyor oldu. Biraz şuralara belirgin noktalara. Linerime toxunmaq istəyirəm çünki çox belə olmamış kimi oldu. Elə bir liner yoxmuş kimi biraz silindi ama başqa buralar var mı? Dostlar, makyajımızın sonuna çatdıq. Məncə çox qəşəng alındı. Yəni bunları da çıxaraq ki, biləyin necə qəşəng alındı. Bu mənim əsəblərimi pozutmaq. Şöyle eləyiklər belə. Gülməli oldu. Belə eləyiklər də üzlərinin bu hissəsini bağlayırlar. Sadəcə makyajlı hissə görünür. Biraz da yaxından görün. Ümid edirəm videomu beğendiniz. Like atıp komentariya bölməsində yorumlarınızı yazmayı unutmayın. Ən əsası da abone olmağı unutmayın. Məni dəstəkləməyiniz və abone olmağınız çox önəmlidir. Dekabra kimi 50.000 olmaq istəyirəm. Nəsə belə bir şey qoymuşam qarşıma. Nə deyək? Başqa nə fikirləriniz, nə makyaj fikirləriniz varsa yorum bölməsinə yazmağı unutmayın. Öpürəm. Bay bay.